Siyasi şərhçi Murad Sadəddinov suallarımızı cavablandıracaq. Murad bəy, xoş gördük sizi, hər vaxtınız xeyir olsun. Xoş gününüz olsun, sabahınız xeyir olsun. Murad bəy, başlayaq elə birinci ondan ki, Donald Trump dedi ki, fevralın 28-indəki görüşdən sonra yenidən Ukrayna prezidenti Zelenskini Ağ Evə dəvət eləyə bilər. Zelenski birinci görüşdən o qədər də razı qayıtmadı. Dünya bu barədə danışdı. Demək olar ki, gündəmi zəbt edən əsas mövzuya çevrildi. Bu dəfəki sizcə görüşdə biz artıq fərqli bir senarimi görəcəyik? Şübhəsiz, əlbəttə ki, ilkin görüşdə biz gördük ki, maraqlar fərqi var idi və bu maraqlar fərqinin mübahisəsi məhz kameraların qarşısında baş verdi və bundan sonra müəyyən soyuqluq yarandı. Hətta Amerika Birləşmiş Ştatları Ukraynaya qarşı müəyyən tədbirlər də gördü. Bilirsiniz ki, hərbi yardımın təmin olunması üçün bu məsələ dayandırıldı, kəşfiyyat məlumatların verilməsi dayandırıldı və s. Bu müəyyən təzyiq idi Ukrayna tərəfinə ki, Ukrayna tərəfi Amerika Birləşmiş Ştatları nəzərdə tutduğu Rusiya ilə Ukraynanın müharibəsini dayandırmaq planına razılaşsın. Amma Ukrayna tərəfi də, Ukrayna prezidenti də öz ölkəsinin maraqlarını sona qədər müdafiə elədi və məsələ nədən ibarət idi? Əsas kökünlə ibarət idi ki, bilirsiniz ki, nadir metallarla sənədlər bağlanmalıdır, razılaşma bağlanmalıdır. Amma Ukrayna tərəfi tələb eləyirdi ki, bunun qarşısında Amerika Birləşmiş Ştatları bizə təhlükəsizliklə bağlı hansı zəmanət verə bilər? Və açıq aydında bunu sübut elədi ki, uzun müddətli 2014-cü ildən bir çox danışıqlar olub, həm Obama dövrü olub, həm Trump dövrü olub, birinci dövrü prezident olarkən, Biden dövrü olub və s. razılaşmalar olub, Minsk 1, Minsk 2, amma bunlar heç bir nəticə gətirib çıxarıb, sonda da bugünkü müharibə baş verib. Bu baxımdan Ukrayna tərəfinin də tələbləri haqlı idi, amma bu nəticə vermədiyinə görə bir ara soyuqluq oldu. Amma bir şey də nəzərə almaq lazımdır ki, Amerika tərəfi özü də maraqlıdır axı Ukraynada. Bilirsiniz, Trump öz seçki marafonu dövrü kifayət qədər məlumatlar vermişdi ki, mən qısa bir müddətdə bu müharibəni dayandıracağam, hətta bir gün, bir həftə və s. İndi o seçicilərə cavab verməlidir. Və bunu həyata keçirmək üçün, heç olmasa atəşkəsi həyata keçirmək üçün bu məcburdur hər iki tərəflə münasibətləri bərpa eləsin ki, hansı bir nəticə əldə eləsin. Və bunun üçün bilirsiniz ki, Rusiya tərəfi ilə Amerika Birləşmiş Ştatları dövlət katibi və təhlükəsizlik üzrə müşaviri görüş keçirmişi Ciddədə və bu səfər isə Ukrayna tərəfinə dünənləri bu görüş keçirdi və bu görüş nəticəsində artıq müəyyən nailiyyətlər əldə olunub. Bunlar nədən ibarətdir? Birincisi, Ukrayna tərəfi 30 günlük atəşkəsə razıdır və Amerika tərəfi isə öz tərəfindən həm silah təminatı ilə bağlı o məhdudiyyəti aradan götürür, kəşfiyyat məlumatları ilə bağlı məhdudiyyəti aradan götürür və dünənləri mən Ukraynanın Xarici İşlər Nazirinin açıqlamasını eşitdim və onlar da bildirdilər ki, artıq təhlükəsizliklə bağlı olaraq müəyyən razılaşmalar zəmanət verilib. Müəyyən incəliklərini bildirmirlər, ona görə danışıq gedir və çox güman ki, bundan sonra danışıqlar ondan ibarət olacaq ki, razılaşma, əldə olan razılaşma, hətta Amerikanın dövlət katibi dedi ki, artıq top Rusiya tərəfindədir. Biz indi Rusiya tərəfi ilə danışacağıq. Elə istərdim ki, Mike Waltz'un açıqlamasını dinləyək. Çünki o da bu istiqamətdə fikirlər səsləndirdi. Dedi ki, əslində indi Rusiyanın sülhə hazır olmadığını biz yoxlayacağıq. Onun açıqlamasına nəzər getirək, daha sonra sizinlə müzakirəmizi davam etdirək. Bu günədək müxtəlif növ atəşkəslərlə bağlı çoxsaylı müzakirələr aparılıb. Məsələn, illər əvvəl taxıl daşınması ilə bağlı razılaşma olmuşdu. İnfrastrukturlara hava hücumlarının dayandırılması ilə bağlı müzakirələr aparılmışdı. Donald Trump açıq şəkildə dəfələrlə bildirib ki, bütün döyüşlər dayandırılmalıdır. Ukraynalılar bu təkliflə razılaşıblar. Onlar sülhə hazırdılar. İndi isə biz bunu ruslara çatdıracaq və onların cavabını gözləyəcəyik. Bəli, Birləşmiş Ştatlar Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Mike Waltz açıq-aşkar bildirdi ki,
Ukrayna ilə razılaşıblar. Ukrayna sülhə hazırdır, amma indi biz Rusiyaya çatdırmalıyıq. Murad bəy, az öncə siz 30 gün atəşkəs məsələsini vurğuladınız və biz bilirik ki, Rusiya başından bəri deyir ki, biz müvəqqəti atəşkəs istəmirik, ancaq davamlı sülh olacağı halda masada əyləşə bilərik. O zaman biz Rusiyadan hansı reaksiyanı görəcəyik? Yəni elə Mike Olson da dediyi kimi indi top Rusiyadadır vurğuluyurlarsa Rusiya nə deyəcək? Bəli, siz səsləndirdiyiniz fikri Rusiyanın Xarici İşlər Naziri bildirmişdi. Amma nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarının siyasəti ondan ibarətdir ki, hansı tərəf razılaşmayacaq, biz ona qarşı təzyiqlər eləyəcəyik. Biz Ukrayna tərəfə təzyiqləri gördük bu həftə və dünənləri Amerikanın senatının, deməli, respublikaçıların belə deyək, ağır yüklü bir senatoru Graham tərəfindən bir fikir səsləndirildi ki, artıq senatda bu razılaşma var və əgər Rusiya tərəfi bu mövqe ilə razılaşmasa, Rusiya tərəfinə həddindən artıq çox ağır iqtisadi sanksiyalar tətbiq olunacaq. Bu baxımdan məhz o sanksiyaların ağırlığını nəzərə alaraq çox güman ki, Rusiya tərəfi də çalışacaq ki, hansısa bir manevrlər eləsin, özünü sülhdən kənar bir dövlət kimi göstərməsin. Aydın məsələdir ki, Ukrayna tərəfi burada müəyyən bir siyasi uduş əldə elədi. Ondan ibarət oldu ki, bilirsiniz ki, bir həftə bundan əvvəl Donald Trump dedi ki, Ukrayna tərəfi sülh istəmir. Amma bu günləri artıq Amerika Birləşmiş Ştatları, onun rəsmiləri açıq-aydın elan edirlər ki, Ukrayna tərəfi sülhə razıdır. İndi isə Rusiya tərəfi bundan imtina eləsə, hesab edin ki, bütün bu təzyiqlər Rusiya tərəfinə yönələcək və bu Rusiya tərəfi üçün çox çətin bir diplomatik, o cümlədən iqtisadi vəziyyət yarana bilər. Murad bəy, bir də biz Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakdan da açıqlama gördük. O da deyir ki, Rusiya artıq bəlli etməlidir ki, o nə istəyir, mövqeyini açıq-aşkar ortaya qoymalıdır. İstəyərdim ki, elə onun da fikrini eşidək. Sizinlə daha sonra bu istiqamətdə də geniş danışaq. Rusiya açıq şəkildə bildirməlidir ki, sülh istəyir, yoxsa yox. Onlar özləri başlatdığı bu müharibəni bitirmək istəyirlər, yoxsa yox. Bugün Ukraynanın mövqeyi tamamilə aydın və anlaşılandı. İndi isə vacib olan budur ki, bütün dünya ictimaiyyəti bunu başa düşsün. Çünki bu müharibə çoxsaylı böhranlara səbəb olub və bütün dünyaya təsir göstərib. Və bilirsiniz, vacib olan budur ki, hər kəs anlasın, sülhü kim istəyir. Bugün Ukrayna bir daha son 3 ildə daim nümayiş etdirdiyi kimi müstəqilliyi və azadlığı uğrunda necə mübarizə apardığını bütün dünyaya göstərdi. Bugün biz dünyaya sübut etdik ki, sülh istəyirik. Biz ədalətli və davamlı sülhə hazırıq. Bu çox vacibdir. Mən düşünürəm ki, bu həqiqətən də önəmli bir gündür. Çünki 3 il uzun bir müddətdir. Dünya ictimaiyyəti bir daha anlamalıdır ki, bu müharibəni başlayan Ukrayna deyil. Lakin Ukrayna ədalətli və dayanıqlı sülhə hazırdır. Bəli, elə bir daha vurğulandı Ukrayna Prezident Ofisinin rəhbərindən ki, bir tərəfdən Rusiya mövqeyini açıq-aşkar ortaya qoymalıdır. Özü başlatdığı müharibəni bitirmək istəyir, ya yox. Bu istiqamətdə həqiqətən Rusiyanın mövqeyi maraq doğurur. İndiki 30 günlük atəşkəs təklifi ilə bağlı da Rusiya yox desə, o zaman Birləşmiş Ştatlar hansı addım atacaq? Mən inanmıram ki, Rusiya bir mənalı olaraq yox desin. Rusiya da müəyyən diplomatik manevrlərdən istifadə edəcək. Çox güman ki, ola bilsin, o desin ki, biz də razıyıq və o demək deyil ki, bu son nəticədə gətirib atəşkəsə çıxadacaq. Atəşkəsi elan eləmək də olar, o ilə bağlı hansısa bir sənədlərə imza atmaq da olar, amma nəticə etibarilə cəbhədə onu təmin eləmək olarmı, olmazmı? Ona görə ki, biz uzun dövr baxsaq Rusiya-Ukrayna müharibəsində çox vaxt atəşkəs imzalanıb, o Minsk 1, Minsk 2, amma Rusiya tərəfi müxtəlif təxribatlardan istifadə edirdi. Bu baxımdan çox güman ki, Rusiya tərəfi bu cür manevrlərdən istifadə edəcək. Ona görə ki, o istəməz ki, o birmənalı olaraq bütün dünyanın təzyiqinə tuş gəlsin. Onsuz da bu günləri onun iqtisadi vəziyyəti müharibəni davam eləmək üçün o qədər də kifayət deyil. Deyirsiniz, yəni Rusiya da əslində hansısa bir nöqtədən sonra yumşalmağa
məcbur qalacaq. Amma Murad bəy, bir məsələ də var. Moskva atəşə tutulurdu ötən gün səhər saatlarından etibarən 70-dən artıq Ukrayna pilotsuz uçuş aparatları hərəkətə keçmişdi. Digər tərəfdən isə Kiyevdə də həyəcan siqnalı çalınıb. Bu səhər saatlarından da Ukrayna ərazilərində vəziyyət gərgindir. Artıq 30 günlük atəşkəslə bağlı məsələ Ukrayna və Birləşmiş Ştatlar arasında razılaşdırılıb deyə sizcə tərəflər biraz da kəskin addımlar ataraq irəliləməyə çalışırlar? Çünki yəqin ki, atəşkəsdə kim hardadsa orada da dayanacaq. Şübhəsiz hələ ki, atəşkəs həyata keçirilməyib. Ona görə taktiki baxımdan cəbhədə əlbəttə ki, müəyyən yer dəyişmələr olacaq, hücumlar olacaq və s. olacaq. Amma Moskvaya hücumla bağlı mən sizə deyərəm ki, orada nəinki 70, 340 dənə sadəcə olaraq Rusiya tərəfi elan eləmişdi ki, bizim tərəfimizdən vurulub. Nə qədər vurulmayıb, hələ bundan hələ məlum deyil. Və təkcə Moskva deyildi, bir çox Rusiya şəhərləri idi. Təkcə Moskvanı nəzərdə tuturam ona görə ki, bu şəhər adətən hədəf alınmırdı. Tamamilə doğrudur. Mən ona gətirirəm ki, nə üçün Moskva vurulub? O da ki, məhz bu danışıqlar ərəfəsində Ukrayna tərəfi də göstərdi ki, yəni o Donald Trump'ın bir sözü var idi, sizin kartınız yoxdur. Ukrayna tərəfi də göstərir, bizim kifayət qədər kartlarımız var. Məsələn, bizim əlimizdə həddindən artıq güclü dron qüvvələri var və biz Moskvaya bu cəhətdə kütləvi hücum təşkil edə bilərik və belə bir hücumları bir neçə mərhələ həyata keçirsələr, Rusiya tərəfində hava hücumundan müdafiə sistemləri imkanlar çatdırmaz onun qarşısını almağa. Yəni, bunlar hamısı o danışıqlardan sonra əldə olunacaq nəticələrə olan təsir mexanizmidir. O cümlədən də Rusiya tərəfi də bundan istifadə eləyir ki, son gecə Odessaya qarşı balistik raketlərdən istifadə olur və s. Amma hələ ki, biz Ukrayna tərəfindən 30 günlük atəşkəslə bağlı bəyanat eşitmişik və bəyanatın da kökünə baxsaq, orada qeyd olunur ki, əgər Rusiya tərəfi buna razılarsa, biz buna gedərik. Yəni, hələ ki, atəşkəslə bağlı hər hansı bir ciddi addım yoxdur. Sadəcə olaraq Ukrayna tərəfinin razılaşma bəyanatı var. İstəyərdim ki, Birləşmiş Ştatların dövlət katibinin də açıqlamasını diqqətə çatdıraq. Az öncə xatırlatma etdik, amma o bu detallarla bağlı danışıb, hansı fikirləri söyləyib, dilindən eşitdik. That's the offer. The offer is to stop the shooting. Bu müharibəni bitirməyin yeganə yolu danışıqlar aparmaqdır. Amma danışıqlara başlamazdan əvvəl atəşi dayandırmaq lazımdır. Ukrayna tərəfindən bununla bağlı öhdəlik aldıq. Onlar buna hazır olduqlarını bildirdilər. İndi isə bu təklif birbaşa ruslara çatdırılacaq. Müxtəlif kanallar vasitəsilə onlara təqdim olunacaq. Ümid edirik ki, ruslar bəli deyəcəklər və nəticədə atəşkəs olacaq. Əgər xeyir desələr, o zaman sülhün qarşısında duran maneənin nə olduğunu biləcəyik. Murad bəy, əslində az öncə biz sizinlə danışırdıq, yox desələr o zaman necə olacaq? Marco Rubio bir növ təhdid mesajı göndərib, deyib ki, əgər xeyir desələr o zaman sülhün qarşısındakı maneənin kim olduğunu, hansı ölkə olduğunu daha aydın biləcək. Yəni, Rusiyanı bir növ sülhə məcbur etmə əməliyyatını həyata keçirməyə çalışırlar, amma digər tərəfdən Ukraynaya da kəşfiyyat məlumatlarının ötürülməsi məsələsində yenidən gündəmə gətiriblər. Yəni, bunu da aradan qaldırıblar. Ukraynaya yavaş-yavaş dəstək sanki bərpa olunur. Bu kontekstdə sülhə mane olan əsas ölkə Rusiya təyin edilsə, Rusiyaya qarşı daha hansı addımları görəcəyik? Fikir verin, Marco Rubio burada çox bir diplomatik manevr edir və o danışıqların iştirakçısı olduğu üçün birbaşa olaraq hansı təzyiqlər olacaq, onlar səsləndirmir. Amma mən bundan bir qədər əvvəl qeyd elədim ki, Senatda olan senator Graham artıq bunu səsləndirilib. Yəni, Senat tərəfindən qəbul olunacaq çox ciddi və mən sizə deyim, Senat tərəfindən qəbul olunan sanksiyalar, prezident tərəfindən qəbul olunan sanksiyalar fərqlidir ona görə ki, burada hər iki partiyanın nümayəndələri səs verir və gələcəkdə bunu götürmək həddindən artıq çətin olur bunu aradan götürmək üçün. Yəni, bu daha da ciddi bir məsələdir. Yəni, təhdidi başqa tərəfin səsi ilə, dili ilə səsləndirirlər. Bu baxımdan aydın məsələdir ki, Amerika Birləşmiş Ştatları təzyiq eləyəcək. Amma siz düzgün qeyd elədiniz ki, buna baxmayaraq Ukraynaya verilən hərbi yardım artıq başladı davam eləməyə. Yəni, bu özü də bir işarədir ki, bu yardımı dayandırmışdıq, biz indi açmışıq bu yardımı. Ola bilsin ki, bu yardım daha da güclənə bilirsiniz. Amerika Birləşmiş Ştatlarının hərbi arsenalında kifayət qədər imkanlar var ki, Rusiyaya təsir eləsələr və bu təsir cəbhə bölgəsində
qısa bir müddətdə özünü göstərə bilər. Və bilirsiniz, burada təkcə atəşkəsdən söhbət getmir. Atəşkəsin arxasında çox ciddi məsələlər var. Yəni təhlükəsizlik qarantiyasından söhbət gedirsə, burada Avropanın silahlı qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsidir. Onlara hansı səlahiyyət verilməsidir. Burada çox ciddi məsələ var. Əgər onlara qarşı hücum olsa, onlar hərbi cavab verməlidirlər. Bu təkcə sülh məramlıqla söhbət getmir. Bu hansı bir ekspedisyon korpusu fəaliyyətinə gedir. Yəni bu onlara qarşı hücum olsa, atəşkəs pozulsa, artıq deməli Avropa qüvvələri ilə Rusiyanın hərbi kontingentinin arasında toqquşma baş verir. Ümumiyyətlə kimlər olacaq bu həmin qüvvələr? Rusiya razılaşacaqmı? Bu da bir sualdır. Bəli, bu ilə bağlı Rusiya əlbəttə ki, müxtəlif fikirlər söyləyir, amma biz gəlin bunu da qeyd eləyək ki, dünənləri görüşdən sonra Ukrayna tərəfi onu da qeyd elədi ki, biz bu məsələdə bizim Avropa partnyorlarımızla bir yerdə fəaliyyət göstəririk və Avropada baş verən hadisələri də qeyd eləmək lazımdır ki, tamaşaçılarımız eşitsinlər. Məhz bir neçə gündür, artıq bir həftədir Avropada ciddi danışıqlar gedir ki, hansı qüvvələr, hansı ölkələrin qüvvələri, hərbi kontingenti bunda iştirak eləməyə razılıq veriblər. Burada 30 ölkədən söhbət gedir. Artıq onların baş qərargahlarının rəhbərləri ilə birgə görüşlər keçirdib. Qeyd eləmək istəyirəm ki, burada hətta biz üçün doğma olan Türkiyənin hərbi kontingentindən də söhbət gedir. Ona görə ki, bu ilə bağlı artıq razılaşmalar, şifahi razılaşmalar da əldə olunub. Bunu əslində dəstəkləyən bir qrup da var. Çünki hesab edirlər ki, Avropa İttifaqının orada olması Rusiyanın xoşuna gələn senari deyil. Amma Türkiyə həm Ukrayna ilə, həm də Rusiya ilə kifayət qədər yaxşı əlaqələrə sahibdir. Bu baxımdan da Türkiyədən olan kontingentin də orada olması əslində tərəfsiz bir münasibət yaradar. Həqiqətən də sizcə həm Rusiya, həm Ukrayna buna müsbət reaksiya verərmi? Yəni Avropa İttifaqının üzərində, yoxsa Ukrayna israr eləyər? Şübhəsiz, əlbəttə ki, Rusiya üçün daha da məqbuldur. Məsələn, Türkiyənin hərbi kontingentinin olması, nəinki məsələn Böyük Britaniyanın hərbi kontingenti, hansısa ki, Böyük Britaniya ilə onların diplomatik münasibətləri həddindən artıq gərgindir. Amma bir şey nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna cəbhəsi həddindən artıq böyükdür. Hər hansı bir dövlətin qüvvələri ilə bu məsələni çözmək çətin olacaq. Ona görə burada söhbət bir çox onlarla ölkədən gedir. Bəli, onların içində bəzilərinin kontingenti simvolik xarakter daşıyacaq. Əsas yük əlbəttə ki, Türkiyə üstünə düşə bilər. Ona görə ki, Türkiyənin quru qoşunları Avropada ən güclü quru qoşunlardır bu baxımdan. Amma nəzərə alaq ki, məhz bir çox dövlətlərin olması buna beynəlxalq status verir. Daha da bu məsələni Rusiyanın gözünü yumşaldır.